Rusiya iyunun 7-sində keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanı şantaj etməyə başlayıb. Telegraf xəbər verir ki, bunu erməni siyasi ekspert Samvel Miliksetyan deyib. Ekspert Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında Moskvada baş tutmuş görüşü belə şərh edib. Bu görüş qeyri-adidir. Bu cür format, belə üslub və bu qədər açıq bəyanatların verilməsi protokola uyğun deyil. Bu açıq şəkildə şantaj idi. 2013-cü ilin sentyabrında Sarkisyan-Putin görüşü zamanı baş verənlərə bənzəyirdi. Əlbəttə, şantaj dili Rusiya siyasətində olduqca aktualdır. Miliksetyan Tramp marşrutu məsələsinə də diqqət çəkib. Tramp marşrutu proqramının həyata keçirilməsindən əvvəl yolların açılmasına ehtiyac var. İrandakı hadisələr göstərdi ki, Naxçıvanla daha sabit əlaqə qurmaq üçün Azərbaycanın da buna ehtiyacı var. Tramp marşrutunun praktiki mərhələsi 2030-2031-ci illərdə baş verə bilər. Buna görə də 2030-2031-ci illəri gözləmək və digər kommunikasiyaları bağlamaq düzgün olmazdı. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında təhlükəsizliyin ən etibarlı qarantının sülh olduğu qənaətindədir. Hər bir ölkənin öz daxili təhlükəsizlik sistemləri olmalıdır. Amma təhlükəsizlik anlayışı nə qədər geniş olarsa, bir o qədər yaxşıdır. Məsələn, Ermənistanla Azərbaycan arasında sülh təhlükəsizliyin qarantıdır ya yox? Əlbəttə, bu qarantiyadır. Ermənistanla Azərbaycan arasında bərqərar olan bu sülh kimin üçündür? Bu sülh razılaşması kimin üçün imzalanıb? Hər kəs özü üçün. Amma onu özü üçün imzalamaqla hər kəs digər tərəf üçün də müəyyən təhlükəsizlik rıçağı yaratdı, Paşinyan bildirib. Baş nazir Ermənistanın dəmir yolu şəbəkəsinin konsensiya idarəçiliyini Rusiyadan alaraq başqa ölkəyə vermə məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab verərkən deyib ki, bu məsələni Rusiya ilə razılaşdıracaq. Biz Rusiyanın arxasınca heç nə etməyi planlaşdırmırıq, o bildirib.